Dostlar, günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Dostlar, bugünkü mövzumuz mənim də dərindən araşdırdığım bir mövzudur. Çünki mən sağlam həyat tərzinə ciddi şəkildə meyl edirəm və investisiya edirəm hər mənada. Və bu mənim dərin araşdırmalarım nəticəsində. Çünki indi sosial şəbəkələrdə mütəxəssislər artıb, hamı nəyisə influens eləyir, hamı nəyisə məsləhət görür, amma niyəsə həmin mütəxəssisi axtarıb tapmırıq. Bu gün həmin mütəxəssislə danışacağıq. Çünki qida çox vacibdir, sağlam həyat çox vacibdir. Bugünkü qonağım dəyərli mütəxəssis, nutrisioloq Emil Hidayətli. Ətrafda alqışlar təsəvvür eləyin. Emil, xoş gəlmisiniz. Təşəkkür edirəm. Doktor, mənə maraqlı, siz şəxsən mənim özümə çox maraqlı qonaqsınız. Çünki mən bunu çox araşdırıram. Həyatıma da tətbiq etməyə çalışıram. Son dövrlər tendensiya olub sizin sahə və necəsə hamı mütəxəssis olur. Bir kurs, 2 kurs bitirənlər hamı mütəxəssis olur. Var sağlamlığında problem olan insanların həkimi, bir də artıq yeni tendensiya var ki, sağlam insanların həkimi. Bəli. Siz sağlam insanların həkimisiniz. Nə deməkdir sağlam insanların həkimi? Sağlam insanların həkimi bizim həyatımızda nə faydası var? Dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox önəmli məqama toxundunuz əslində. Sağlam insanların həkimi bu qeyri-adi bir şey deyil. Təbabət yaranışından belə qurulub ki, həkimlər sağlamlığı qorumağa çalışıb. Yəni sağlamlığı itirdikdən sonra xəstəliyi müalicə etməkdənsə sağlamlığı qoruyaq və biz də son anda gedirik millət olaraq xəstələnəndə. Və hətta qeyri-həkimlərin də belə yaxşı tanıdığı Hipokrat həkimlərin atası hesab olunur. Hipokratın sonrakı əsrlərdə İbn Sinanın vaxtından biz sağlamkən sağlamlığı qorumaq üçün müxtəlif tədbirləri həkim olaraq tövsiyə edirik və eyni ilə də mən karyeramın 20 ildən artığını həkiməm, amma son 10 ilini sırf fərdiləşdirilmiş tip, önləyici tip və ya bütövcül tip, yəni orqanizmə holistik ingiliscəsində deyirik, bütövcül yanaşma. Orqanizm sağlamkən orqanizmin bütün parametrlarını nəzərə alıb onu müalicə etməyə çalışırıq. Yəni hüceyrə səviyyəsindəki elementlərdən söhbət gedir. Bəli, bütün orqanizmi bütöv bir bioloji sistem kimi insan orqanizmi özünü qoruma, özünü bərpa və müalicə etmə qabiliyyətinə malik unikal bioloji sistemdir. Müasir tibb irəlilədikcə biz o qədər dar ixtisaslaşmalara giririk ki, bu zaman yəni həkimlərin arasında hətta sağ və sol orqanın həkimi ayrılır kimi belə yarı zarafat ki, yəni mən ancaq sol böyrəyin əməliyyatını edirəm, sağ qulağı müalicə. O qədər burada yarı zarafatdır, amma reallıq budur. İxtisaslaşma o qədər dar gedir. Bu bir tərəfdən böyük perspektivlər açır. Amma biz təməl prinsipləri tibbin xəstəliklərin yaranmasında və önlənməsində, o cümlədən də müalicəsində təməl baza prinsipləri unuduruq ki, bu sağlam qidadır, sağlam hərəkətdir, fiziki aktivlikdir, sağlam yuxudur, gigiyenik normalardır. Bax, bunlar hamısı təməldən var və bunları heç kim dəyişməyib. Biz bunları düzəltməsək, yalnız medikamentoz, yalnız radikal cərrahi müdaxilə falan əslində sonraki həyat keyfiyyəti, əməliyyatdan sonraki dövr, bərpa olma dövrü orada yenə itiririk. Yəni vaxtında müdaxilə şərtdir sağlamlığa. Tamamilə doğrudur və sağlamlığı sağlamkən qorumaq hər birimizin böyük bir əslində üstünlüyüdür, şansıdır. Mən bu misalı banal səslənsə də, amma həmişə misal çəkməyi xoşlayıram və çox effektiv olur. Sürücünü təsəvvür edin. Maşınına benzin vurmağı unudur. Deyir ki, mənim vaxtım yoxdur, avtomobilimə benzin vurum. Aydındır ki, bu maşın hər yerdə dayanacaq, getməyəcək. Eyni ilə də biz sanki insan olaraq deyirik ki, mənim vaxtım yoxdur, sağlamlığıma fikir verim. Amma insan təkrar orqanizm elə bir sistem yaradıb ki, yaradılışından özünü uzun müddət kompensator
mexanizmlərinə idarə edə bilir. Biz bax burada biraz çox təəssüf bunun dəyərini gec bilirik. Deyək ki, mən 10 ildir, 20 ildir elə gecə yatıram, istədiyimi yeyirəm, aktiv deyiləm, amma mənə heç nə olmur. Sonradan müəyyən yaşlar keçir, 30-lardan, 40-lardan da bu da fərqlidir. Amma fizioloji 25 plusdan hormonal fon dəyişməyə başlayır. Orqanizm yəni rəsmən qocalmağa 25-lərdən sonra girir yavaş-yavaş. Bu qədər gənckən. Bəli, çünki hormonlarda dəyişiklik artıq başlayır. Amma haqlı olaraq bax bu təəccübünüzü görürəm. Çünki müasir tibbin verdiyi böyük qatqıdır. Biz yaşlanmanla mübarizədə çox uğurlu addımlar atmışıq. Həyat uzanıb, gənc görsənirik, amma həyat keyfiyyəti, orqanizmin o nə dərəcədə sağlam olması, görünüşün arxasında duran, görünməyən, amma həmin insanın yaşadığı, misal çəkəcəm, davamlı yorğunluq, halsızlıq, yeməkdən sonra köp hissi, gün ərzində keçməyən mədə-bağırsaq traktında fərqli hallar, simptomlar, oynaqda ağrı, baş ağrıları, miqren və s. bax bunların da sayının artması bizə o dediyim ciddi siqnallardır və dediyim sağlamlığı qorumaqda bu siqnalları eşitmək bizə daha vacibdir. Nəinki bunlara diqqət etmədən sonrakı dövrlərdə, yəni bugün bir insanın sağlam görünüşü hələ o demək deyil ki, o sağlamdır. Anladım. Doktor, indi hamı, telefonu olan hamı influencerdır. Hamı bir-birinə bir şəkildə nəsə məsləhət görür. Mənim rəfiqələrim arasında da var. Məsələn, bir-birinə dərman məsləhət görürlər. Nə bilim, biri deyir o birisinə spirulina iç, biri deyir omega 3 iç. Bu mən hər zaman düşündürüb. Influencerlar da bu mövzuda çox cəsarətlidirlər. Yəni kameranı açıb necə dərman məsləhət vermək olar və ya necə qida əlavəsi məsləhət vermək olar. Ən acınacaqlı. Doktor, arıqlama çayını necə məsləhət vermək olar? Bu mənə maraqlıdır ki, bax bir qadın və ya bir kişi deyək ki, qan dəyərlərini mənim hekayəmdə necədir? Mən bunu necə edirəm? Buyurun. Mən gedirəm həkim laboratoriyada analiz verirəm. Analizimin nəticəsini həkimimə aparıram. Həkimim oradakı əksikliklərə uyğun mənə əlavə vitaminimi yazır, mineralımı yazır, nə edəcəmsə onu yazır. Və mənim bunu başqasına influence etməyim qadağandır, olmaz. Çünki bu individual məsələdir. Bu da sağlamlığın bir parçasıdır hesab edir. Amma necəsə biz küyə də gedirik də. Bu sanki bir dəb halından mı gəlib? Bunun reallıq payı nədir? Məsəl üçün biz ilk necə başlamalıyıq? Analizimizi verdik, qan dəyərlərimizi bildik. Qida əlavələri, gənc qalmaq üçün bilirsiniz də qida əlavələri var. Onları necə qəbul etməliyik? Doğrusu nədir bunun? Önəmli məqama toxundunuz ki, bu həkim nəzarəti olmalıdır. Bu sağlıqdırsa və o cahil cəsarəti deyirlər. Yəni bir həkim olaraq, mən də həkim reanimatoloq olmuşam. Mən ağırlaşmaları, ölümə qədər gedən çatan ağırlaşmaları görmüşəm, amma ixtisasından asılı olmayaraq bütün həkimlər bu ağırlaşmanı görür və həkimlərdə bir müəyyən qorxu, ehtiyatlılıq oradan formalaşır ki, bu normal haldır. Qeyri həkimdə bu hal olmayacaq. Yəni sadəcə deyir, tövsiyə edir. İdeal yolu yoxlamaq həkimin nəzarətində bunu etməkdir. Amma digər bir real tərəfi də var bunun ki, bu qədər tələb yaranır. Yer kürəsində qidanın tərkibinin dəyişməsi, torpağın tərkibinin dəyişməsi həqiqətən bu artıq reallıqdır. Biz bunu yoxlaya bilirik. Torpağın tərkibi dəyişdiyinə görə, torpaqda mineral tərkibi dəyişdiyinə görə qidaya mineral torpaqdan girir. Hər şey orada bitən. Bugün torpaqsız belə becərmə, yetişdirmə üsulları var. Malqaranın belə yeyəcəyi otdan, o torpaqdan alacağı mineralı malqaraya süniyyən verirlər və s. Bu qidalanma marketinqi, industriyası o qədər inkişaf edib ki, biz çox təəssüf onunla üz-üzə qalmışıq ki, qidadan yetərincə mineral, vitamin almırıq. Bu bir reallıqdır. Bunu niyə belə əminliklə deyirəm? Biz bunu yoxlaya da bilirik. Bugün toxuma testləri var. Saçı məsələn göndərik. Bu qanda çox da özünü göstərməyəcək. Bax, funksional, bütövcül tibbin bizə göstərdiyi, biz öyrəşmişik təbabət olaraq hər şeyi qanda yoxlayırıq. Mineralları, vitaminləri. Məsələn, mineralların əksəriyyəti toxuma, hüceyrə içi mineraldır. Yəni normada qanda olmur. Qanda çox az miqdarda olur. Ya skeletdə, ya saçda, dırnaqda, toxumalarda, əzələdə, orqanlarda. Və kənardan əlavəsi vacibdir. Baxın, onu yoxlamaq üçün biz yoxlayırıq. Deyirik ki, qanda, adi bir misal deyim,
Bax, xanımların hamısının ömür boyu yoxladığı kalsi. Ya ionizə kalsi, birləşmiş kalsi, fərqli üsullar. Qanda kalsium yoxlayırıq ki, gələcəkdə osteoporoz riskindən uzaq olaq. Kalsi normal ola müəyyən yaş dövründə onsuz da osteopeniya, sümük əriməsi və ya osteoporoza gəlirik. Sual, niyə biz bunu onda qanda normal görürük? Çünki kalsium da toxuma elementidir. Skeleti yoxlamaq lazımdır. O sümük ölçümü, densitometriya və ya saçı göndərirsən, saçdan minerallar gəlir. Bunu deməkdə niyyətim, biz bugün insan vücudunda çoxlu sayda ağır metallar, kimyəvi qatqıları görürük və lazımlı mineralların qıtlığını görürük. Bax, bu qıtlıq böyük yol açıb. Kimsə desə ki, 50 il öncə bəs heç kim içmirdi, qida dəyişib. Babamız içməyib. Bəli, o dədə-baba məsələsi həqiqətən qidanın tərkibi dəyişib, qidanın əkilmə, becərilmə üsulları dəyişib deyənə. Qidada daha o qədər mineralı almırıq. Paralel də kənardan alınmasının mən tərəfdarıyam. Bu olmalıdır, amma yenə də kör təbii deyil də ki, bir influencer dedi, bunu içirik, hamı qaçdı onu içməyə. O fəsadları olur da, doktor. Bir mənalı ola bilər. Fəsadlar olur, xüsusən də bunu kimsə öz başına edəcəksə belə, o üstündə mütləq qida dəyərləri yazılır. Orada sutkalıq dozalardan çox yuxarıya çıxmasın. Sutkalıqlar minimaldır. Onlardan fəsad genəldə gəlməz. Orada başqa bir şey var. Yoxlamadan sən qan təhlilləri və ya digər toxuma analizlərini onu içirsən, bəlkə səndə dərin çatışmazlıq var və sənin ən böyük fəsadın sən zaman itirirsən. Sən o aldığın dozada heç bir şeyi dəyişməyəcəksən. İllərlə onu içirsən, amma səndə vücuddakı o dərin proseslər gedir. Çatışmazlıqlar fonunda müxtəlif xəstəliklərə sən artıq sürüklənirsən, amma bundan xəbərin yoxdur. Yenə də ölçüb onun əsasında bunu etmək olar və ya ölçmədən, meyarlara baxmadan, heç olmasa sutkalıq dozalardan kənara çıxmayıb. Mən nereden deyirəm ki, bu halda, yəni ən pis halda içdiyiniz əlavələr sizə heç nə verməyəcək, ən pis halda. Amma yüksək dozalarda sözsüz ki, doza aşırımı, toksik onlar hamısı ola bilər və negativ təsir göstərir. Ən başlıcası bu mineralların bir-birinə rəqabəti var. Sən aşırı kalsium içəcəksən, səndə sinkın və ya digərlərinin çatışmazlığı olacaq. Aşırı sink içəcəksən, misin çatışmazlığı olacaq. Bax, belə fəsadlar yarana bilər sözsüz. Anladım. Doktor, arıqlama çayları haqqında nə deyə bilərsiniz? Məsələn, mən içmişəm, bunu boynuma alıram. İçmişəm, amma məni o qədər pis hala salıb ki, yəni sonradan anladım, araşdırdım ki, tərkibində sidik qovucu olduğu üçün bədəni susuzlaşdırır, o şiş gedir, insan özünü arıq hiss edir, ancaq arıqlamadan söhbət gedə bilməz. Arıqlama çayları nə dərəcədə, bunun sağlıqlı olanı varmı? Bu metod ümumiyyətlə sağlıqlıdırmı? Tamam, bax, arıqlama çayları, arıqlama kofiləri, arıqlama sözünü bəyənmirəm bir həkim olaraq və mənim ixtisaslarımdan biri də piylənmənin müalicəsi üzrə mən ekspertim. Biz arıqlama yox, tibbi parametrləri danışaq, pi toxumasını azaltmaqdan danışırıq. Bax, çox düzgün misal çəkdiniz ki, insan su itirir, hərçənd bunu itirməməlidir. Tərəzidə hər gedən kilolar nədən getdi? Bax, bu vacibdir. İnsan əzələ itirir, yəni hər şey itirir pidən başqa. Amma hədəf piyin azalmasıdır. Ona görə bu arıqlama, təkrar deyəcəm, bu sözü qeyri-peşəkar hesab edirəm. Tamam, toplum bunu istəyə bilər, eşidə bilər, amma bu belə deyil. Piylənmə də bir xəstəlikdir. Pi toxumasının xroniki iltihabi xəstəliyidir. Piyin artması elə belə baş vermir orqanizmdəki müxtəlif fəsadlardan və bunu sadəcə mən bir çayla və çox düzgündür ki, oradakı komponentlərin çoxu ya maye qovur, ya iştah azaldır ki, bu da fiziologiyaya ziddir. Təbii halımıza insan mütləq qidalanmalıdır. İnsan qidadan çətin də olsa, bəli, müasir zamanda dediyim kimi qidanın tərkibi də dəyişdi, amma hələ də qida bizim ən əsas enerji, makro, mikronutrient, qidalı maddə alacağımız əsas mənbəyimizdir. Səhv bildiyimiz budur, düzdürmü? Arıqlayanda yeməmək məncə bizim doğru bildiyimiz yanlışdır. Tamamilə razılaşacağam. Elə bir ssenari yoxdur ki, insan yemədən yaşasın. Və buna nail olmaq, buna çalışmaq
bizi yenə də tərəzinin göstəricisinə xətrinə və ya zahiri görünüşümüzün xətrinə biz sonradan özümüzü bu və digər xəstəliklərə sürmüş oluruq və bu gün dünyada ən böyük problemlərdən biri malnutrition, qida çatışmazlığı. Çox adam həmən gözün qabağına o Afrikada aclıq zonaları gözün qabağına gəlir. O elədir, amma onların sayı azdır. Müasir ölkələrin çoxunda qida bolluğu ola-ola, çeşid ola-ola qidanın dəyəri çox aşağıdır. İnsan junk food, fast food, keyfiyyətsiz qidaları dəyməklə qidadan lazımı dəyəri, bioloji maddələri almır. Yəni demək istəyirsiniz ki, biz normal və sağlam qidalanaraq da arıqlaya bilərik. Bu o deməkdir ki, bizim qida rasionumuzda karbohidratı, zülalı, lifi, yağı hər biri balanslı şəkildə olmalıdır. Tamamilə doğrudur və nəinki arıqlaya bilərik, bu belə də olmalıdır. Sən nə dəyişiklik edəcəksənsə, qidalanma strategiyanda, diyetində, qidalanma tərzində bunu yeyərək etməlisən. Yemədən, tamam, azaltma, kəsir yaratmaq, defisit, bunları düzgün ölçüb, biçib etmək olar, amma çox önəmli məqama toxundunuz. Balans, yəni zülal, yağ, karbohidrat, lif, bu qorunmalıdır. İndi hamı məsləhət verir. Mən də o qədər araşdırmışam ki bunu. Çünki mən bunu hətta bəzən bir dəfə psixoloqa da müraciət eləmişəm ki, mən niyə bu qədər çəkmə fokuslanmışam. Bunu çox araşdırdığım üçün bu veriliş mənim üçün xüsusi önəm daşıyır. Məsələn, hamı hər şeyi deyir. Tendensiya var. Mənə bəzən elə gəlir ki, biz kapitalizmin necəsə qurbanına çevrilirik. Məsələn, qidalanma ilə bağlı biri deyir ki, səhər yeməyi vacibdir. Sonra başqa bir mütəxəssis deyir ki, səhər yeməyi vacib deyil. Səhər yeməyini ümumiyyətlə rasionunuzdan çıxartsanız daha yaxşı insan çəki verir. Biri deyir yumurta çox vacibdir. Yumurtanı mən günorta necə yeyim, səhər yeməliyəm. Biri deyir aralıqlı oruc vacibdir. Doktor, sizə görə sağlam qida rasionu, saatı necə olmalıdır? Gündə neçə dəfə qidalanmalıyıq? Çox düzgün bir əlavə etdiniz ki, mənə görə. Həqiqətən bu mövzu o qədər dəyişdi və sözünüzə qüvvət kapitalizmin bizə gətirdiyi bir də konsumerizm, istehlakçılıq. Kapitalizm çalışır ki, bizə yer kürəsindəki insanlara daha çox məhsul aldırsın. Bəli. Məhz aldırmağa çalışır və burada qida sənayesi o qədər böyüyüb. Çox qısa misallar vermək istəyirəm ki, heç kim səhərlər o tez hazırlanan sıyıqlar, lopalar, cornflakes falan ömründə yeməyib, amma bunu yeritdilər. Heç kim səhər portağal şirəsi içməlidir. Bu olmayıb. Yumurta mütləq səhər yeməlidir. Bu belə bir vərdişdir və ya avokadosu falan. Bunlar hamısı yerdikdə qadın alın pendirlə, kərə ilə. Mən buna belə yanaşıram. Mənim bir araşdırmam da, yəni mən bunu ciddi qidalanmanın təkamülü, hər regionun, hər bölgənin, hər dünya ölkəsinin özünə uyğun bir tərzi olub. Elə yer olub ki, onun avokadosu olmayıb, avokadonu görməyib və yenə də bugünkü qida dünyası və müasir dünya sərhədləri silir. Hər qidanı əlçatan edir və bu mövzu qarışır, amma geriyə biraz qayıtsaq tarixə, hərənin siz deyən kimi dürümü, kimin pendiri, şoru və hər bölgənin Yunanlıların zeytun yağı olub, qoyun keçi pendiri olub və hərə öz bölgəsinə uyğun bir tərzlə qidalanıb, amma ortaq reallıq nə olub? Bunların rasionunda mütləq bayaq adını çəkdiyimiz balans, zülalı, yağı, karbohidratı, lifi olub, fərqli qidalardan. Ona görə mənim fikrim biz bir şablonun dalıca qaçasıyıq deyilən bir şey yoxdur. Yəni burada da fərdiləşir məsələ. Burada ən azı sənin bölgəvə uyğun, sənin yaşadığın adətlərə uyğun. Əgər sənə xoşdursa, pendiri yemək, o dürümü yemək, bunu belə sən davam edə bilərsən. Şərt deyil ki, mütləq ora avokadonu və s. qatasan. Amma paralel də dünya dəyişir və avokado kimi dəyərli bir qida həqiqətən bugün əlçatandırsa, niyə onu rasionumuza salmayaq? Onu da bir mənalı, yəni etməyin tərəfdarıyam. Bunu nəzərə alsaq və qidalanmanın saatlarını falan o dediyinizə görə gəlsək, mən bugünkü həyat ritminə, tempinə uyğun və ən vacib məqam bizim sutkalıq alacağımız qida maddələrini, makro mikronutriyenti almaq üçün
Mən 3 öğünün tərəfdarıyam. Amma dediyiniz ki, o səhər yeməmək, tarixə yenə geri dönsək, insan mütləq səhər, günorta, axşam belə qaydalı yeməyib və qətiyyən aralar eləməyib. Yəni bax, yavaş-yavaş bunu azaldası olsaq, birinci dəqiq nəyin tərəfdarı deyiləm, atışdırma etmək, aralarda yemək, bu qətiyyən olmayıb. Heç kim arada deyib, ya bir gəl oturum çayla, kofe falan. Konfetlə Yəni çay. bax bu şeylər olmayıb. Tamam, çaydır, kofe içilmə mədəniyyəti olub. Onun da önəmli məsələsi çox kiçik bir həcmdə o çay mərasimi var şərqdə, Yaponiyada. Yəni yarım saat dəm dəstgah 2 qurtum. Məsələn, bir Azərbaycanlıya onu şahidi olan kimi mən sizə deyim və ya hələ mən çox çayxor deyiləm. 2 qurtum balaca piyaladan içirsən, bitir. Yəni sual da verəndə Çində və ya o Çin çayın mərkəzi Çindir, Yaponiya olsun. Olur ki, çay belə içilməlidir də. Oturub stəkan, məsələn Azərbaycandakı kimi çay içmək, bu müəyyən vərdişlər sonradan dəyişir. 3 ana öğün, səhər, günorta, axşam. Amma kimsə desə ki, mən səhəri ötürürəm. Bunu da düzgün etsə, orada məsələ nədir? Sən səhəri ötürüb paylaşdıra bilərsən o payını ki, biraz son qida qəbulundan, o aralıqlı oruc falan, niyə də yox? Bunu düzgün planlı etsə, amma mütləq budur və ya budur kimi bunun bir cavabı özünə uyğun yoxdur. olmalıdır. Özünə uyğunlaşdırmalıdır və burada da tələyə düşməməlidir. Tələ nədir? Sən 2 qida qəbuluna keçirsən, porsiyaların azalsa, sutkalığı 3 dəfə yeməyə ala biləcəyin, bunun zulal norması var. Bunun bayaq dediyimiz o balansı qorumaq daha vacibdir. Onu ala bilməyəcəksənsə, o kəsir sənə müəyyən çatışmazlıqlara gətirə bilər. Yenə də mən əminəm ki, bunu hər adam fərqli qəbul eləyir, amma mütləq 2 dəfə onu, bax, təkrar mənim baxışım budur. Daha fərqində olan insanlar, daha bugün dəyişimə açıq olan insanlar, misal üçün, əgər 6 dəfə yeyirdisə, aralarla 3 ana öğün, 3 ara nə gəldi yeyirsə, bunun birinci nəyi dəyişərdim? Araları çıxart. Ana öğünlərdə yediyi belə seç. Daha sağlam qidalara üstünlük ver. Bu ona görədir ki, doktor, məsələn, mən gündə 2 dəfə yeyirəm, yeni keçmişəm. Aralardakı atışdırmaları bitirmişəm. Bu ona görədir ki, bunu istəyirəm izləyicilərə tibbi dillə yox, loru dillə izah edək. Məsələn, qidamızı yedik, insulin qalxdı, orada bir həzm prosesi getdi, orqanizm orada işləməyə başlayır. Bəli. Üstündən 1 saat keçir, deyirik ki, bu peçenyen, bu çayı da içim, nə bilim, bu tortla. Onda eyni aləm bir də insulin qalxır və piylənmə oradan yaranır. Bax, piylənmə nədən yaranır? Bunu hamı bilsin. Bu çox vacib. Piylənmənin əsas yağdan piy yaranmır. Zulaldan da, ətdən də piy az. Əsas piy yaranır karbohidratdan, şəkərə dönüşən qidadan. Yəni şirniyyat birinci yerdə, daha təhlükəlisi maye şirin içkilər, rəngli, rəngsiz, qazlı, qazsız, kokteyllər, kofeyə tökəcəyiniz şirin sular, bütün o kateqoriya, limonad, hamısı onlar. Bu ən təhlükəlisidir. Çünki heç həzmə ehtiyac yoxdur. Sən elə bil vena daxili qana özüvə, mənəm keçmiş reanimatolog kimi məsəl, vena daxili biz reanimasiyada adama glukoza köçürdürdük ki, ölməsin, kobud misal. Amma bunu özümüz bilə-bilə özümüzə yeridirik. Amma bu siyahını davam etməyi vacib bilirəm. Çörək, unlu məmulatlar, taxıllar ailəsinə aid olan qarabaşaq, düyü, qara düyü də olsa, boz düyü də olsa, bulgur da olsa, bunlar hamısı taxıldır. Meyvələr də o siyah, demirəm yeməyək. Amma başa düşək ki, bunlar qana keçib, şəkər, bunların içindəki karbohidrat glukozaya, şəkərə dönəcək. Baxmayaraq ki, içinə heç kim şəkər, qənd, şəkər tozu qatmayıb. Təbii şəkərdir, amma qanda eyni glukozaya keçəcək və keçəndən sonra onun gedəcəyi 2 böyük yol var. Bu ya hüceyrənin içinə girməlidir. Hüceyrə dediyimiz orqanlarımıza, beyinə, ürəyə, əzələlərə, burada əzələni yadda saxlasın izləyicilər ki, əzələnin böyük orqandır. Hərəkət etmək, aktiv olmaq şərt deyil, yalnız idman etmək kömək eləyir ki, glukozanı əzələyə dartaq. Yerdə qalan qandakı glukozanı həmin insulin piyə çevirəcək. Və burada yanlış bir ssenari yoxdur. Bizi qoruyur. Qanda şəkər qalsa diabetdir və erkən xəstəlikdir. Burada da vücud elə qurulub ki, o uzadır, o istəmir ki, orqanizm həmən sıradan çıxsın, xəstələnsin. Qoruyucu piylənmənin bu baxımdan qoruyucu mexanizmi var.
İnsulin şəkəri piyə çevirir. İndi baxın bayaq dediyiniz misal. Mən bir dəfə yedim, doydum. Sonradan mən deyirəm siz kurabiyə, piçeni misal ən turş almanı belə yesən arada. Onun içindəki glukoza insulini bir də məcbur eləyir mədə altı vəzi ki, insulin gəl. Ora nəsə glukoza düşdü. İnsulin də bax sənin o ərəfədə sən artıq yəni sən gün ərzində bütün günü işlək deyilsən. Nə qədər də nə desək bekarçılıqdan yeməyək. Qətiyyən yeməyəsiz. Çünki o az gələn şəkəri insulin piyə çevirəcək. Orada başqa əlacı yoxdur və bunu biz özümüz edirik. Mən elə gəlir ki, onda mənə görə sağ çünki mən belə edirəm. 2 dəfə qida, meyvəmi də orada yeyirəm, həmin qidamı da qəbul edirəm və bitdi. Saat 12-də, bir də axşam 6-da yeyirəm, o arada heç nə yemirəm və həm acıram, həm digər balanslı şəkildə qidalara ehtiyacım olur. Əla, məncə bu çox yaxşı məlumat. Mən bunu dəstəkləyirəm. Eyni şey mən də yeməyin sonunda meyvəmi də yeyirəm. Eynən, mən də əgər yesəm meyvəni hərdən mən də 2 öynə çıxıram, amma genəldə 1, 2, 3 öyündəyəm. Çünki yenə deyirəm o sutkalıq enerjini falan almaq bu da belə tartışılan mövzudur. Önəmli məsələ mən bayaq nə dedim? Fərqində olan insan. Yəni insan dəyişiminə yavaş-yavaş o transformasiya gedə-gedə biraz da irəli gedə bilər. Birinci dəyişim o dediyimizdən başlasınlar. Araları çıxartsınlar, müşahidə eləsinlər nələr baş verir. Doktor, qadınlar məndə arıqlama problemi var idi. Necə bir problem idi? Mən çox sağlam həyat tərzim var, qidama çox fikir verirəm. Mən demək olar ki, hər gün idmanla məşğulam. Amma buna baxmayaraq mənim çəkimdən qram da getmirdi və bu mənə qeyri-sağlam gəlirdi. Analizlərimi verdim, məlum oldu ki, məndə dəmir və B qrup çatmır deyə orqanizm özünü qoruma mexanizminə keçib. Qadınların rahat kilo verə bilməyi üçün, necə qadınlar demək istədim. Gənc qala bilməkləri üçün, çünki aybaşı sikli olur deyə biz dəmir itiririk və bunun bərpası üçün biz hardan başlamalıyıq? Məsəl üçün, cavan qalmaq üçün mənim bildiyim odur ki, biz daima kənardan omega qəbul etməliyik. Daha sağlam, daha gənc qalmaq üçün hansı qida əlavələri ən başlıca gərəyimizdir? Tamam. Qidanı yeyə-yeyə, qidadan alacağımızı ala-ala. Bax bunu yəni çünki ona diqqət etməliyik ki, maddələrin mübadiləsi işləsin. Bəli, təkrar edək. Sən yeməkdən yetərincə zulalı almırsansa, nə omegası, nə bax adi dəri sağlamlığı kollagen, bağırsaq sağlamlığı zülal, hər hüceyrənin içində zülal var. Zülal tək əzələdə deyil, saç, dırnaq və s. hər şey bağırsaq divarının sağlamlığı bu gün ən vacib məqamlar, o da zülaldan asılıdır. Bir xanım və ya bəy yetərincə qidadan zülalı almayandan sonra o takviyələrin belə təsiri, yəni binanın fundamenti laxlayır, biz kosmetik işlərlə məşğul. Amma təsəvvür edək ki, bunları artıq izləyicilər bilir, balanslı qidalanır. Omega 3-ü bir mənalı dəstəkləyirəm. İltihabın azalmasının əsas səbəbkarı zaten vücudda da qocalma, yaşlanma xroniki iltihabın artması ilə gedir. Omega 3-ü dəstəkləyirəm, orada da doza seçilməlidir. Yəni indi artıq müasir diaqnostik metodlar var. Sən yoxlaya bilərsən ki, vücudunda omega 3 nə qədərdir, çatır. Dozalama çox önəmli olacaq. Dozdan asılı qida takviyələrinin verilməsi, bayaq da o sualınız. Yəni əks halda o omega sənə təsir etməyəcək. Kollagen effektiv ola bilər. Əgər qidada da almırsansa, kollagenin daxil olması. Sink ən önəmlilərdən biri sinkdir. Çünki sinkin orqanizmdə funksiyası o qədər çoxdur. Yəni 200-dən çox fermentin yaranmasında iştirak edir. Bir mənalı kömək eləyir. Dolayısı yolla sink hüceyrələrimizin insulinə həssaslığını artırır. İnsulin dirəncində kömək edə bilir. Buradan piyin azalmasına gətirə bilər. D vitamini, məsələn, davamlı, regular nəzarətdə saxlayacağımız və birbaşa əgər piyin azalmasına, yəni kilo komponentini də düşünürsünüzsə, ona təsir edir. Dəmirin özünün azlığı, dəmir az olacaqsa energetik proseslər getməyəcək. Enerji mübadiləsi, oksidləşmədə problemlər yaşayacağıq. Bax, bu da vacib elementlərdən biridir. Bu siyahını davam eləsək maqneziumu mütləqlərin içində görürəm. Bu qocalmamağa da qarşı. Yəni burada həm sinir sisteminin, əzələ fəaliyyətinin nəzarətdə olması ki, bunlar ayrılmazdır. Amma önəmli məsələ məncə izləyicilərimiz nəyi bilməlidir? Bir,
unik, yəni ümumi bir həb olaraq ki, mən bu həbbi içəcəm və sağlamlığımı qoruyacağam, belə bir şey yoxdur. Bax bunu əminliklə deyirəm, bəli. Gələcəkdə olacağımı fiziki bu inanmıram da. Tamam, marketinq ona aid deyil. Spirulina tək, ya tamam, spirulina faydalıdır, lifdir. Bəzən zülal, ya tamam, zülal ətdəki qədər zülal yoxdur. Paxladakı, noxuddakı qədər orada zülal yoxdur, amma zülal tərkibi var. Tam bir lif amacı ilə rasiona daxil olması, müəyyən su yosunları ailəsinin bir nümayəndəsi olaraq, yəni bioloji aktiv dəyərləri var, yüksək. Qida kimi və ya qida əlavəsi kimi daxil eləməyiniz avantajdır, üstünlükdür. Amma sən dediyim komponentləri yeməyib də tək spirulinanı bax o alınmayacaq. Orada bir həb hara getsək qida daxil olmalıdır bədənə. Və bu çox komponentli elementlərdir. Balanslı olmalıdır. Yəni orada məcburuq bunu eləməyə. Emil bəy, mən yayda Bodrumda bir detoks kampına getmişdim. Orada çox bəyənmişdim. Çünki həm istirahət edirəm, həm də bədənim zərərli qidalar qəbul etmir. Orada mən sistemdə vururlar. Gəncləşirəm, masaj, üz baxma, hər şey var idi. Yoga var idi. Yəni bu mənə o qədər xoşuma gəlmişdi ki, çünki istirahət edirəm Bodrumda, amma həm də sağlamlığıma bir həftədən sonra o atyok nə deyirlər, şişdə. Bir həftədən sonra ödəmlə gəlməmişdim. Dümdüz qarınla, amma istədiyimi yemişdim və oradan mən kontent paylaşmışdım. Mənim rəfiqəm bildirdi ki, bundan Azərbaycanda da var. Mən şok oldum. Heç xəbərim yox idi və yeni platformasına girdim, sayta baxdım ki, Azərbaycanda belə bir platforma var ki, sanatoriyadır. Tam normalda sanatoriyalara sağlamlığımızda bir problem olur, gedirik. Tam oradakı detoks kampı Azərbaycanda var imiş və uzağa da getməyə ehtiyac yox imiş. Mən istəyirəm ki, biraz yeni haqqında məlumat verək. Mən platformaya girdim. Dostlar, demək ki, yeni sağlam həyat tərzini təlqin edən bir platformadır. Lənkəranda Spring Oteldə yerləşir. Məsələn, necə başqa bir yerə istirahətə gedirik, eyni o şəkildə orada qurulmuş sanatoriya kimidir. Düz tamamilə doğrudur. Yəni illərlə Lənkəran Springs Oteldə sanatoriya fəaliyyət göstərir. Orada isti su var. Əminəm ki, izləyicilər bilir. Və onun nəzdindəki klinikada biz bu yeni proqramını qurduq. Və dediyinizə əlavə olaraq bu tək detoks yox. Yəni yeninin ərsəyə gəlməsinin elə ana səbəbi də nə idi? İnsanlar həqiqətən çoxlu bu tipli kamplara gedir. Bəli, xarici ölkələrdə istəmir. Təcrübə göstərir ki, buna artıq bir neçə 10 illikdir bunlar populyarlaşır. Biz nəyi əminliklə deyə bilirik? Hər içdiyin detoks bir smuzi səni detoks etdirəcək demək deyil. Hər etdiyin vena daxili bir terapiya hələ o sənə qısa müddət detoksu işə salacaq demək də deyil. Bax, burada önəmli yeni ərsəyə gəlməsində əsas məqamlardan biri də cəmiyyətdə formalaşmış detoks özü prosedur olaraq və ya bu bir dəyişimdir. Bu 3 günə, 5 günə bu sadəcə başlayır və bitmir. Biz gedib smuzi içirik və ya hər maye halda içdiyimiz bir şeylə detoks olmayacaq. Bu belə deyil. Detoksun özünün baş verməsi üçün sən bütün vücudu əhatəyə almalısan. Və yeni konseptində biz əslində digərlərdən fərqli olaraq bütün orqanizmə holistik, yəni bütövcül yanaşaraq həm mental sağlıq, həm bağırsaq sağlığı, qidalanma, qaraciyər, dəri, bütöv orqanizmlə işləyirik. Onu Lənkəran Springsdə biz yaratmağa nail olduq. Buna bir xeyli zaman çalışdıq. Beynəlxalq ekspertlər, həkimlər komandası ilə bunu etmişik və artıq proqram fəaliyyət göstərir və çox uğurlu geri dönüşlər də alırıq iştirakçılardan və ən böyük üstünlüyü burada detoks yeniyə gələn qonağın ala biləcəyi elementlərdən biridir. Burada detoksla yanaşı vücudun dəyişilməsi, pi toxumasının azalması, stresin azaldılması, əzələdə blokların götürülməsi, relaksasiyanın olması və bayaq qeyd elədiyim o məqam
orqanizmin həmin o özünü qoruma, bərpa funksiyalarının aktivləşməsi, enerji balansının, enerji axımının yüksəlməsinə gətirib çıxardacaq üst-üstə fərqli prosedurlar silsiləsidir. Yəni bu tək qida detoksu deyil. Biz burada mental detoks, dəri detoksu, bax mental detoks dediyim çox önəmli məqamlardan. Biz mental sağlığı Oradan gəlin onda belə girək. Buyurun. Deyək ki, mən gəlirəm, yeniyəm. Bəli. Mən pasiyentəm. İlk mərhələ nədir pasiyentə Əla. tətbiq olunan? İlk gəliş günü yeni bütün bu sadaladığım prosedurları fərdiləşmiş edir. O fərdiləşməni Neçə gün görmək deyir üçün doktor? bizim tövsiyə etdiyimiz yenini biz 11 gecə 12 günlük tövsiyə edirik. Amma optimum versiyası var. 7 gecə 8 günlük. Kiçik versiyada var. Səmimi deyəcəm, dəyişim baxımından burada çox dəyişim sadəcə başlayan anda siz tərk edirsiniz proqramı. 3 gecə 4 günlükdür. Bəs etmir. Bu niyə bəs etmir? Yəni vücud 2 gündən sonra 3-cü gündən başlayır dəyişilməyə. Sadəcə indi tələbə uyğun olaraq, xüsusən də yerli cəmaət, məsələn, əcnəbilər gələndə həmişə uzun müddətliyə gəlir. Amma yerli həmvətənlərimiz vaxt, iş baxımından o 3 gecə 4 günlüyə də gələ bilər, amma yenə də ən azından biləcək dəyişim nədir? Onu bəlkə də eyni tanış görəcək olmaq üçün bəli gələ bilər. Artıq gördüyümüzdən təkrar artıq 7 və ya 11 gecəliyə qatılır. Və çox önəmli məsələ, gələn günün ilk yarısı elə səhərdən diaqnostik check-upları keçəcək adam. Qan təhlilləri, bədənin skaninqi, bioimpedansmetriya ki, vücudun pi faizi, əzələ, ümumiyyətlə orqanizmin vəziyyətini görürük, orqanizmin metabolik yaşını görürük. Sənin bioloji yaşın var, amma metabolik yaşın, elə adam var ki, daha yaşlıdır, elə adam var tam üst-üstə düşür, daha cavan olanlar var. Bax, görünüş önəmli deyil. Bax, bu parametrlər vacibdir. Metabolik profili yoxlayırıq ki, bugün vacib məqam, bəli, standart check-uplarda bunlar olunmur. Sığorta hesabına olunan, ənənəvi, bizim o qədər tanıdığımız insan var ki, hər il fiziki aktivdir, idmanla məşğuldur, qidaya fikir verir, formada görünür. Hər ildə check-upları edir. Yəni ənənəvi şəkərləri yoxlayır, triqliseridlər, xolesterinlər, bildiyimiz hamının standarta düşən, onlar dəyişmir. Adam deyir ki, mən sağlamam, amma yaş keçir. Onlar dəyişərkən artıq gec olacaq. Yəni vücud xarab olacaqmı deyim, təmirə ehtiyac olacaq. Biz təmirdən öncə insan orqanizminə fərqli analizləri yoxlayırıq, önləyici. Bax, o bayaq dediyim holistik yanaşmada önləyici, preventiv ki, onların dəyişimindən mən sizə daha erkən istiqamət verə bilərəm ki, sabah diabetə doğru gedə bilər. 3 ildən, 5 ildən ürək-damar xəstəlikləri. O parametrlər və bunların arasında da qida testi, sərbəst radikallar, antioksidantlar insanın stresə nə dərəcədə, bax, stres, hamı deyir ki, hamı stresdən danışır. Amma stresi ölçə bilirik mi? Biz stresi ölçürük. Biz orada deyim sizə sərbəst radikalların miqdarını ölçürük və antioksidantları ölçə bilirik qısa müddət ərzində. Faizi çoxdursa, tamamilə doğru. Nisbət. Sərbəst radikalın çox, antioksidantın azdırsa, sən oksidativ progressiv stressdəsən. Radikalın çox, antioksidantın da çoxdursa, orada kombinasiyalar olur. Yəni buradan insana geri dönüş verə bilirik ki, sənin yenə də fiziki aktiv olman, özünü yaxşı hiss etmən, enerjili hiss etmən hələ stressdən uzaqsan demək deyil. Vücud məcburdur uyğunlaşmağa. Bizim böyük problem, insanın böyük problemi insan uyğunlaşır. İnsan hər şeyə uyğunlaşa bilir və hansı mühitə düşürsə ona da uyğunlaşır. Biz yeni olaraq sizə vücudunuzu fərqli hiss etməyə, köməkli hiss etmədə də bayaq dediyim o mental sağlığa xüsusi prosedurlarla, art terapiya ilə fərqindəliyinizi artırırıq. Vücuda münasibətinizi dəyişirik. Oradakı yəni belə düzmü anladım? Mən gəldim, müxtəlif analizləri verdim. Analizlər, check-uplar, fərqli check-uplar, metabolizmanın hansı vəziyyətdədir? Qidalarınız seçilir qan əsasında. Bax, bu çox qidaya önəmli. Həssaslıq da ola bilər. Mütləq şəkildə bizim önəmli məqamlarımızdan biri qidanın iltihab reaksiyasını yoxlayırıq. Bunlardırmı? Düz anlayıram. Məsələn, elə insan var ki, glutenə həssaslığı var və ödəm ona
görə Tamam, verir. biz bir tık da o yana gedirik. Soğan, alma, armud, kim deyə bilər ki, bunlar ziyanlı qidalardır. Amma yenidə ilk gündə insan bu check-up'dan keçir. Tamamilə bu dediyim metodların hamısı hüceyrə səviyyəsində elmi əsaslı. Yəni orada laboratoriya qurulub. Bəli, bəli. Kamplar eynən mən həmin kampdan qayıdanda, yəni ordakını gəlib davam etməyəcəmsə nə mənası? Mənim atam məni yeyib içməklə qarşılamışdı ki, sən neçə vaxtı acsan orada. Bəs doktor, məsələn deyək ki, mən gəldim və hər şey yoxlanıldı. Stress səviyyəm artıq çıxdı. Bəli. Bunu necə həll edirik? Psixoloqlarla, art terapiya ilə, necəsə idmanla və bunu necə stres faktorunu necə həll edirik? Biz onun həllinə köklü əsaslı yanaşırıq və bütün mövcud parametrlarına həm beyinə təsir edirik, həm vücuda, həm onurğa sütununa, həm əzələlərə, həm dəridən sərbəst radikalların atılımına, orada balneoterapiya, mineral terapiyalar, isti su vannaları və s. Hamısı var. Bildiyiniz sanatoriya kimi. Yəni bildiyiniz stresin altında o qədər səbəblər var. Bunun bir səbəbi yoxdur. Biz başda sinir sisteminə və sinir sistemində də təkrar, yəni psixoloji dəstək, həqiqətən o mental sağlıq şöbəmiz var. Bu art terapiya prosedurlarıdır və buradan istəyirəm bildirəm izləyicilərə də bu yalnız şəkil çəkmək deyil. Art terapiya rəssamlıq falan deyil. Art terapiya sizin yaradıcılığınızdan keçərək sizi öz vücudunuzu görmək, eşitmək ki, bunu ənənəvi tibbdə biz heç etmirik. Ya psixoloqa getməlisən, ya psixiatra, o da hələ fərqli bir yöntəmdir. Biz amma bunu artan istiqamətdə və bunu işə salmağımızın əsas mexanizmi və səbəbi ki, çıxışda proqramdan siz artıq müəyyən vücudunuza qarşı bəzi şeyləri dəyişəsiniz. Düşüncə tərzinizdə dəyişiklik olsun. Bax, bu müdaxilələrdən vacibi qidadır. Qidanın bağırsaqdan qana sorulub bütün orqanizmə təsir etməsi, beyindən tutmuş hüceyrələrə iltihab yaratması, biz müəyyən vərdişləri tək qidaya aid demirəm. Həyatımızdakı əksər vərdişləri o cümlədən qidaya görə dəyişə bilmirik. Müəyyən tərz yediyimiz qidalar bizə imkan vermir. Biz oradan da müdaxilə edirik. Yəni siz demək istəyirsiniz ki, ikinci beyin funksiyasına bağırsaq beyin məsələsini biz aktivləşdiririk. İkinci beynimiz bağırsağımızdır. Çünki adi nə yeyiriksə həzm sisteminə düşəndən sonra ağızdan çox az miqdarda karbohidrat sorulur. Qalan bütün komponentlər nazik bağırsaqdan qana keçəcək və orada nə keçir, nə keçmir, lazımsız maddələr keçirmi, çox təəssüf bu gün bəşəriyyətin əksəriyyətində bağırsaq divarında süzgəc simptomu deyirik, geçirgən bağırsaq. Bayaq misal çəkdiyimiz zülal çatışmazlığı, yemək tərzimiz elə bir formaya gəlib ki, bizdə zülal çatışmazlığı bağırsaq divarını da xəstələndirir və oradan süzgəc olaraq lazımsız ağır metallar, toksinlər hamısı qana keçir və qida dəyişimi burada önəmli rol oynayır. Amma ən böyük üstünlüklərimizdən biri o mental detoks. Mental detoks üçün biz qonaqlarımıza yenidə müəyyən prosedurlarda hətta tamamən o digital detoksu təklif edirik ki, telefonlardan kənar bizim orada xüsusi otaqlarımız var. Orada xüsusi tezlikli vücudun tezliklərinə, energetik tezliklərinə uyğun tezliklərdə musiqi terapiyası var belə. Ora telefonsuz. Bu qədər bilmirdim. Yəni bax bu bütövcül holistik yanaşma dediyimiz bax budur. Bütün etaplarda mümkün səviyyələrdə və mümkün orqanizmə toxunuşlarda bunu edə bilirik və bu təcrübəni yaşayan qonaq dəyişimin nə olduğunu tam anlaya bilir və orada başlayan o transformasiya, yəni günləri mən saydım, səmimi deyəcəm, yəni desəz ki 11 gecəyə 12 günə hər şey mi dəyişəcək? Yenə də deyil. Bu çıxış önəmlidir, amma daha effektiv siz o dəyişimi əldə edə bilərsiniz təkrarlanma sayına görə. Yəni ən azından vərdişə keçid etmək üçün 4 gün və ya 12 gün bu fərqi görün və çox önəmli məqamı dediniz ki, o kamplardan falan insan sonra real həyata qayıdanda yeni izləmə edir, follow up edir. Qonaqlar çıxandan sonra da yeni ilə, yeninin həkim mütəxəssisləri ilə bəli, davamlı biz sizinlə əlaqə saxlayırıq, davamlı ünsiyyətdəyik ki, o keçidi maksimal şəkildə sizə daha rahat edək.
davamlılığı artıraq və bunun üçün daha bir kiçik anons kimi olsun. Yeni'nin Lənkəran Springs'dən başqa artıq şəhərdə də bir mərkəzləri olacaq ki, sizə tibdə recall shot ki, kimsə bölgəyə gələ bilmirsə, ya tamam qısa müddət ərzində arada görsəz ki, çətindir davam etmə, sizi o düzgün yola belə deyək qaytarmaq üçün dəstəkləyici kömək edir və bu arada sizin bütün data, məlumatlar, nə yeməlisiniz, nə içməlisiniz, hansı parametrlər, hamısı o mərkəzlərdə saxlanılır və dinamikanı, dəyişikliyi də, yəni izlənirsiniz. Artıq siz Yeni ilə bir yeni sağlamlıq yoluna qoşulursunuz. Biz Yeni sizin sağlamlığınızın yeni standartıdır, elə belə demirik. Çünki məncə açılmağı çox yaxşı olar ki, bəli, çox insanın vaxtı olmaya bilər, gəlsin 12 gün qalsın, amma şəhərdə olmağı, daima izləməyi, sağlamlıq üçün müraciət eləməyi bu əladır. Bəs bir gün məsəl üçün deyək ki, mən çünki gedəcəm deyə bunları soruşuram. Tamam. Bir gün Yenidə bir gün bir pasiyent necə keçir, necə başlayır? Çox məmnuniyyətlə deyim sizə, məncə də hamı bunu eşitsin və bilsinlər ki, yəni Yeniyə gələnə qədər adam başı biz bunu izah edirik ki, sən düşün. Sən Yeniyə gəlmək istəyirsən ya yox, səhər 7-də bizim nəfəs texnikalı səhər gəzintimiz olacaq instruktorla. Meşədə, bəli, ərazidə böyük bir gəzmə sahəsi var. 8-də funksional yoga başlayır. Tam mənim yerimdir. 9-da fərdi səhər yeməyiniz və bunu da qeyd edeyim ki, yeməklər yalnız Lənkəran Springs'də olanlar bilər, orada böyük restoran var. Bizim Yeni qonaqları orada yemir. Yeni qonaqlarının ayrı qapalı menüsü də ayrıdır və qapalı ayrı private lounge restoranı var ki, orada belə sakitlik falan, yenə hər tərəfli təbiətə baxış mənzərəli bir yerdə yeməklərini yeyəcəklər. Bu 3 dəfə olacaq. Səhər 9-da, 1-də günorta və 7-də axşam yeməyi. Atışdırma yoxdur. Bildiyiniz kimi imkan vermirik ki, insulini boş yerə tətiklənsin. Gün ərzində, bu arada bax bir maraqlı məqamı da deyim. Yeni qonaqlarının hamısına adətən testdən belə asılı olmayaraq biz kofe, qara çay, yaşıl çay bunları çıxardırıq. Orada xüsusi bitki çayları, tizannalar özünə də uyğun seçirik və həmin bu Yeni Lounge Yeni qonaqları üçün səhərdən axşama qədər fəaliyyət göstərir. Ora başqa heç kim girə bilmir. Yəni, insulini qaldırmadan sadəcə bitki çayları ilə? Bəli, yavan şəkildə heç bir yanında tətikləyici olmadan və bu bitki çaylarının ödem qovucu, toksin atıcı əlavə üstünlükləri var. Yürüyüşü etdik, yoga, səhər yeməyindən biraz fasilədən sonra ki, bu fasilədə siz istəsəz bizim o relaks otağımıza da keçə bilərsiniz ki, həzm sistemi qida qəbulundan sonra hazır olsun. Sonradan günorta yeməyinə qədər tibbi prosedurlar başlayır. İnsanın seçdiyi proqrama uyğun olaraq, bu arada Yeni'nin... İnsanın seçdiyi yoxsa ehtiyaclarına əsasən təyin olunmuş? Ehtiyaclarına əsasən seçdiyi nə deməkdir? Yeni'ni biz bugün 2 versiyada sunuruq bütün qonaqlara. Yeni Zen, beyin fəaliyyətini, o zen sözü burada açar sözdür. Beyin fəaliyyətini bərpa etmək, insanlarda o yorğunluq, o smoggy mind deyirik ki, dumanlı beyin, toparlana bilmirəm. Bax, bu insanlar üçün Yeni Zen və Yeni Slim metabolizmi biraz da sürətləndirib. Məsəl üçün, bayaqdan danışdığımız o kilolluqdan əziyyət çəkən insanlar gəlib orada slimlə, yəni mən qətiyyən istəmirəm buradan belə bir mesaj səslənsin ki, orada sizə 5 kilo, 10 kilo falan bayaq dediklərimizin hamısı bu sağlam. Amma vərdişlər qazandıra bilər ən azından. Dəyişiklik başlayacaqmı? Mütləq. 3-mü, 5-mi individual orqanizmə görə və müddətə görə görürük. Amma önəmli məsələ bu dəyişikliklər istər zendə, istər slimdə davamlı olacaq. Və sən oradan çıxdın, bayaq sizin dediyiniz follow. Sən oradan çıxırsan, heç bir sağlamlıq sanatorisində mi deyim, bu retreat, bərpa olma proqramlarında olmayan followumuz var. Buna çox böyük diqqət ayırırıq, izləyirik. Mütəxəssislərlə kontaktda olacaq. Günorta yeməyindən sonra yenə 17-30-a qədər təqribi o boşluqlarda tibbi prosedurlardır. Tibbi prosedurları zen və ya slim
ilkin seçim qonağın istəyi üzrə olur. Deyir ki, mən daha Məsələn, çox deyək ki, mən beyin, zen seçdim. zenə uyğun sizin analizlərdə prosedurlardan hansını seçəcəyik, onu artıq sizin orqanizmə Məsələn, hansı fərdləşdiririk. prosedurlar var? Məsələn, zendə biz bir elə bağırsaq beyin aktivliyini qoşmaq üçün əgər əks göstəriş falan yoxdursa, onu anamnez nəticəsində hidrokolonoterapiyanı ora prinsipial daxil etmişik ki, toksinlərdən bağırsağı təmizləyib, bağırsağın təmizlənməsi olmasa, yəni beyninizin maksimal kapasitəsini görə bilməyəcəksiniz. Zaten bayaq sadaladığım qidalanma, yoga, gəzinti bunlar ortaqdır. Ortaq prosedurlardan mineral su vannaları da ortaqdır ki, dəri detoksu aktivləşir. Daha bir ortaq prosedur, bax bu da çox önəmlidir, bizim əslində üstünlüklərimizdir. Postural axın terapiyası, postur, qaməti bərpa etmək üçün bu bir sıra həm şərq təbabəti, həm müasir təbabət, manual terapiyanın qarışıq bir metodikasıdır. Shiatsu masajı, limfa drenaj, nöqtəvi masaj, Yumeiha, Yapon metodikalarının qarışığıdır. Prosedur 50 dəqiqəyə yaxın çəkir. Sizin bu dediyim bütün funksiyaları aktivləşdirməklə, maye axınını bərpa etməklə, istər limfa drenajı, qan dövranını, ən əsas enerji kanallarını bərpa edir. Bircə prosedurdan sonra siz fərqli çıxırsınız. İndi təsəvvür edin, siz 11 gecə ərzində siz gün aşırı göstərişlə 6 hər gün deyil bu prosedur, bunu alırsınız və tibbi prosedurlarda məsələn bükmə proseduru var. Büküb xüsusi akvajetdə nöqtələrlə, düzdür, akupunkturla. Bükmə nədir? Dəri məsələlərini biraz da xüsusi müalicəvi palçıqla sizi bükürük, sürtürük, bükürük dəri məsafələrini biraz da açmaq üçün və xüsusi issidilən və masaj texnikası olan bir akvajet deyilən cihazın üstündə isidirik. Dəri məsafələri tamamilə açılır ki, toksin atılımını biraz da artırsın, qan dövranını bərpa eləsin. Zen proqramına soruşursunuzsa, məsələn, boyun, çiyin nahiyəsində əzələlərin tonusunu götürmək üçün, qan dövranını yaxşılaşdırmaq üçün. Bu hamısı patogenez, yəni bu səbəblərdir. Nədən bunlar baş verir? Müxtəlif elektrostimulyasiya edici prosedurlar, fizioterapevtik prosedurlar ora daxildir. Unikal prosedurlardan biri zen üçün deməli oxiflex prosedurudur ki, çoxunun bu boyun fəqərələrində olan sürüşmələri biz manual cihaz terapiyası ilə müalicə edib, yəni oradakı dövr ərzində onu fizioloji normalarına qaytara bilirik. Yəni bax bu prosedurlar və digər fərqli prosedurlar var ki, orada anamnez əsasında seçiləcək. Müvafiq olaraq Slimdə digər prosedurlar var. Limfa drenajı artıran prosedurlar, selülit əleyhinə terapiyanı artıran prosedurlar. Bunlar da var, bədən baxımı ilə bağlı. Bəli, bunlar da var. İki fərqli deməli istiqamətdə. Deyək ki, mən istədiyim terapiyanı aldım, günorta yeməyi. Günortadan sonra davam eləyir və 17:30-da, orada da seçilmiş prosedurlar arası fasilələr olmalıdır mütləq. Bunu həkimlər seçir, bunu əvvəlcədən təyin olunur. Sizin ilkin anamnez, ilk gündə keçəcəyiniz anamnezlə edirik və sonradan da gedişatda müəyyən geri dönüşlər əsasında əlavələr olunur, müdaxilələr, davamlı həkim izləməsindəsiz və bunu hamı bilməlidir və digər mütəxəssislər də istər yoga terapevt, istər o postural axın terapiyasını edən mütəxəssisimiz, fizioterapevt bax davamlı olaraq sizə diqqət ayırması üçün biz yenini məhdud sayda qonaq qəbul edirik. 16 adamdan çox bir qrupa götürmürük. Bəli. 10 adamlıq olur, 8 adamlıq, 5 adamlıq, yəni bəli, qrup, yəni 2 adamlıq qrupumuz da olub, amma böyük, aşırı böyük qruplara 16-dan yuxarı heç vaxt etmirik ki, o diqqəti də saxlaya bilək. Və günü deyim sualınıza cavab, gün 17:30-dan etibarən bizim daha bir özəlliyimiz hər iki zendə də slimdə o dediyim mental sağlıq, fərqindəliyi artırmaq üçün art terapiyanın sessiyaları başlayır. Çox maraqlı, fərqli üsullarla, yəni qum terapiya, kukla terapiya, nə bilim saplardan, yəni psixoloji halımız bir şəkildə çıxır hə? O halınız çıxmaqdan başqa, o halı mütəxəssis yönəldib sizin daha çox faydanıza və sizdə müəyyən insightlar yaradır ki, niyə müəyyən bu şeyi edərkən siz
siz vücudunuzu eşitmirsiniz, görmürsünüz. Yəni çıxışda orada siz artıq vücudunuza diqqətinizi belə dəyişirsiniz ki, bu vücuda sağlamlığın vacib olduğunu artıq bir həkimin dediyinə görə yox, siz özünüz ona gəlib çatırsınız ki, bu həqiqətən mənə vacib imiş. Doktor, üz baxımları varmı bəs? Çünki biz Üz qadınlar baxımlarımız istəyirik ki, deyim yəni sizə, hal-hazırki yeni proqramlarında üz baxımı ayrıca kosmetoloji yoxdur, amma üz masajı var ki, həmin o postural axın terapiyasının orada bütün vücuda toxunuş var. Onun bir hissəsi də boyundan və üz masajı ilə tamamlanır orada. Üz, xüsusi sinirlər, nöqtələr, bax o. Məsələn, deyək ki, mənim qidam təyin olundu. Çünki bilirsiniz nəyə görə deyirəm? Məsələn, biz sevirik də Azərbaycanlılar. Gediriksə yeyib içək. Okey, detoks olsun, necəsə təmizlənsin. Üz baxımının daha bir o bükmədəkilər biz həmin o müalicəvi palçıq üz nahiyəsinə də palçıq deyirik, yəni o xüsusi müalicəvi elementlərlə zəngin, həm dəri məsamələrini açan, yəni o sayılır. Sonra bax birbaşa, amma mən istəyirəm ki, bax yenə də bütövcül yanaşma nədir? Üzü ayrıca vücuddan kənar görmür. Biz yenidən keçən qonaq sistemli bütün vücuda olan yanaşma hesabına növbəti həftələrdə orada başlayan artıq dəyişiklikdən üzünün belə dəyişdiyini görə bilir. Qidasından, toksin atılımından, dəri ilə su terapiyalarından, dəri ilə işləmədən, bax bunların nəfəs texnikasından ki, yoqada, bunlar hamısı üzə birbaşa təsir edir. Qida da başda olmaqla. Emil bəy, bəs qida məsələn biz sevirik də Azərbaycanlılar, gediriksə yeyib içək orada. Bu necə təyin olunur? Bu dietik yeməklər olur, yoxsa sağlam, amma balanslı? Çox maraqlı, əslində çox düzgün terminlərə toxundunuz. Bax, dietik, sağlam yoxsa balanslı? Mənim aləmimdə bunların hamısı birində olmalıdır. İdealda hər bir insan elə qidalanmalıdır ki, o balanslı olsun. O sağlam olsun və o dietik sözü, diyet qida tərzidir. Diyet bir məhdudiyyət deyil. Mənim öz diyetim var, sizin öz diyetiniz var və bu burada yanlış heç nə yoxdur. Amma biz öyrəşmişik o məhdudiyyətləri qoymağa və bugün bir insan yeniyə gəlirsə orada istədiyini yeyib içəcəkmi? Sözsüz ki, deyil. Məhz bu baxımdan biz təyin olunan, bax bayaq da dediyimə təkrar, İllər sonra mən dietik sözünün nə dərəcədə nisbi olduğunu, sağlam, bax alma sağlamdırmı? Məncə sağlamdır. Yetərlidirmi? İndi bax, hətta gündə bir alma məsələsi var ki, gündə bir alma, həkimdə qalma falan, əla lif mənbəyidir, mineralı. Amma alma belə sizə ziyanlı ola bilər və ya alma mənə uyğun ola bilər, amma sizə uyğun olmaya bilər. Eyni ilə hər qida, bunun soğanı, xiyarı, qarpızı, misal üçün deyirəm, düyüsü və s. bütün qidaları belə yoxlayarkən sizə o qida uyğun deyilsə, ən faydalı belə qida olsa, biz başa düşməliyik ki, o vücuda zərər verir. Bax, hüceyrə səviyyəsində gördüyümüz dəyişikliyin biri də odur. Mikroskop altında bu görünür və insanda həm qocalma, həm yaşlanma, xəstəliklərə doğru meyillik oradan başlayır. Bəli, biz bu qidaları çıxardacağıq. Bu qidalar arasında kiminsə sevdiyi qida ola bilər. Amma vacib məqam insan balanslı qidada qala-qala ac qalmayacaq. Müəyyən defisit, kəsir yaranacaqmı? Bəli. Biz orada yeninin qida tərzini elmi adlandırsaq, tibbi adlandırsaq, bu iltihab əleyhinə fərdiləşdirilmiş rotasyon qidalanma prinsipidir. Biraz anlaşılan dildə desək, bax, müəyyən defisitin də yaranması, siz orada olarkən orqanizmdə artıq cavanlaşma prosesini işə salmaq, müəyyən kəsir vücuda öz depolarından müəyyən elementləri xərcləməyə stimulyasiya edir və bu yaşlı hüceyrələrdən adətən başlayır. Müəyyən əgər dəyişilməyə meyilli hüceyrə, orqanizm təkrar unikal bir sistemdir. Bax, onu stimulyasiya etmək üçün müəyyən kəsir yaradırıq, amma vacib məsələ. Amma ac qalmırıq. Ac qalmırsınız və enerjiniz çox yüksək olacaq. Çünki digər prosedurlar, bax, bayaq dediyim kimi dəstəkləyir digərləri də. Yeni tək qida deyil, yeni tək yoga deyil, bu tək nəfəs deyil, bu tibbi prosedur deyil, su terapiyası deyil. Bu kompleks şəklində bütövcül
o holistik yanaşmanın bir bariz nümunəsidir. Doktor, belə bir son sualım var Hı -hı. ki, məsələn, indi çox dəbidədir azompiklər, manjaralar. Hı -hı. Bu daha rahat yoldur, daha asan yoldur. Və yaxud da əlavə gəncləşdirən prosedurlar var ki, plus məsələn nadlar çox yayılıb, çox dəbidədir. Kimə baxırsan gedir özünə nad qoşdurur. Yenidə bunlar varmı? Məsəl üçün gəlib də bunları istəyəcək, məsələn mən istədimsə bu varmı? Deməli, birinci o vena daxili prosedurlardan deyim ki, biz bugünkü olan hər iki proqram yenidə bunları prinsipial daxil etməmişik. Səbəb siz dediklərimizi edərkən, yenidə olarkən vücudunuzun o resurslarını görə bilirsiniz ki, vücud özü öz kapasitəsi hesabına, öz imkanları hesabına düzgün bunları tətbiq edib və ən əsası bayaq günü tamamlamaq üçün biz saat 10-da yuxuya getməyi hamıya tövsiyə edirik ki, 7-dən gün başlayacaq. Yuxu da daxil bu resurslarda sizə ekstradan nadlara falan ehtiyac qalmayacaq. Müdaxilələr olmur. Bugünkü yenilərdə olmur. Bu nə deməkdir? Gələcəyə tələblərindən uyğun olaraq kiminsə tələb deyərkən vücudun o da diaqnostik müəyyən tələb. Yəni bu subyektiv deyil də bir insan gələcək ki, mən özümə yəni bir şey köçürdüm. Bu bir növ həmin o energetik, yəni bu qısa dövr enerjini qaldırmaq vücudun mexanizmlərinə sən müdaxilə edirsən, bu qısa dövr effekt verəcək. Biz davamlılıqdan danışırıq. Yeninin konsepti ki, başlayacağın ərazidə, yəni sanatoriyada dəyişimi qoruyub artan istiqamətdə aparasan. Bu qətiyyən yox demirəm. Yəni biz seçici yanaşıb, amma bugün yeni zen, yeni slimə gələnlərdə bugün biz baza paketində IV prosedurlar etmirik. Onda siz bunu edirsiniz. Düzmü anlayıram doktor? Yeni iddia edir ki, orqanizm özü başlı başına bir mexanizmdir. Bəli. O mexanizmi düzgün idarə etmək lazımdır və işləri o mexanizmə buraxmaq lazımdır deyənə vena daxili müdaxilələrə hələ ki yox deyirik. İndi yox deyirik. Çünki əsas orqanizmi işə salmaq üçün bizə vena daxili müdaxiləyə ehtiyac yoxdur. Bütün o baza təməl prinsipləri eləyəndən sonra tamam insanın bir dərin defisiti var. Aradan qalxmır, keçmir, qidasını nizamladın, takviyəsi var və s. Tamam, onda göstərişlərə əsasən bunu edəcək. Yəni mən təkrar indi burada mənim bir keçmiş reanimatoloq keçmişim deyə bilər, amma əminəm ki, reanimatoloqlara, yəni venanın işləmək özü bir invaziv terapiyadır. Bu belə asanlıqla hər yerindən duran, hər yerdə sən oturdun, gəldin, nə bilən, tez oturun bir venadan nəsə alım kimi deyil. Bunun əks göstərişləri var. Bu seçici yanaşılmalıdır və təkrar ona müdaxilə etməklə siz orqanizmin öz təbii resurslarını kənar müdaxilə edirik və orqanizmdə müəyyən dəyişikliklərə regularlıq gətirə bilər. Nəzarət altında, göstəriş altında bunu etmək və təkrar biz burada da ayırmalıyıq da müalicələr ola bilər ki, biz bugün yenidə müalicə etmirik. Biz sağlamlığı qoruyuruq. Gələcəkdə olsa, bəli, bizdə bu bir metoddur, amma buradan istəyirəm məni düzgün eşitsinlər. Bu seçici yanaşılmalıdır. Bu kütləvi belə hamı nadla, yəni qısa müddət bir nəticə ala bilər. Yəni göstəriş varsa mütəxəssis kimi hə deyirsiniz, göstəriş yoxdursa bu seçim ola bilməz deyirsiniz. Yəni insan istəyə bilər, amma o bilmir də onun təsirini, mütəxəssis onu izah etməlidir. Onda siz deyirsiniz ki, azompik, manjaralı göstəriş varsa olar, yoxdursa olmaz. Tamam, o cümlədən o dediyiniz preparatlar GLP-1 glukagon peptid 1-in analoqlarıdır. Orqanizmdə doyma hormonunun belə deyək, sintetik analoqudur. Bunlar bugün zaten göstəriş əsasında təyin olunmalıdır. Burada da bir mənalı olaraq bütün dünya tibbi buna bugün mesaj bildirir ki, hamı özünə istəyə uyğun nə var, kilo verəcək, bunu vurmalıdırmı? Deyil. Bu da göstəriş əsasında tətbiq olmalıdır və ən əsas məsələ orada effektivliyi artırmaq üçün yenə də instruksiyasında da hər tövsiyədə yazılıb ki, paralel olaraq həyat tərzi dəyişikliyi, qidalanma, fiziki aktivlik bunlar olmalıdır ki, bunu biz yenə də ümumilikdə indi bir
paralel aparacağım. Yeninin konseptinə bunu təməlində qoymuşuq ki, biz bütün o fundamental elementləri işə salırıq və bunun davamlı olmağına çalışırıq. Anladım Emil bəy. Çox sağ olun ki, gəldiniz, bizə vaxt ayırdınız, bütün Hər Şey Şünas izləyicilərinə vaxt ayırdınız. Çünki normalda getsək, bir şəkildə bəlli bir ödəmə qarşılığı biz bu məlumatları ala bilirik, həkim konsultasiyasından keçirik. Var olasınız, təşəkkür edirəm və mən Yeniyə mütləq gələcəm. Niyə görə? Bu tamamilə mənim dünyam deməkdir. Mənim üçün istirahət anlayışı budur. Yoga ilə məşğul oluram, nəfəs texnikaları ilə məşğul oluram, özümün inkişafına məşğul oluram və tamamilə mənim üçün ideal istirahət növüdür. İnşallah görüşərik yenidə. Təşəkkürlər bir daha. Mən təşəkkür edirəm dəvətiniz üçün və bu cür önəmli mövzuya şərait yaratdığınız üçün və səbirsizliklə sizi gözləyirik yenidə. Buyurun. Çox sağ olun. Dostlar, hər influens olanı həyatımıza tətbiq eləyə bilməliyik. Çünki biz individual varlığıq, orqanizm individualdır. Araşdırmaq şərtdirmi? Şərtdir, %100. Buna görə araşdırın, çünki bədənimiz bizə olunan əmanətdir və ən əsas biz özümüzlə aramızı yaxşı saxlamalıyıq. Növbəti Hər Şey Şünaslarda görüşənə qədər.